Salam əziz dostlar. Quba rayon mədəni evinin yanından keçərkən düz 20 il bundan qabaq mənə 2 əşdir vermişlər heyvaşlı. Birim burada əkdik, birim də elimizdə. Şimdi bu əkdiyimiz ağac böyüyüb boydan olur maşallah. Keçərkən onun bu ətirli, gözəl gülləri məni cəlb etdi. Yaxınlaşıb görürüm, ay maşallah, onun üstündə nə qədər gül var. Hər il insanlarımız gəlirlər, bu ehsandan yararlanırlar. Heyva mirafası pişirirlər, kompot pişirirlər, heyva kimi deyirlər. Xoş olanlar olsun. Amma bu il həqiqətən də çox bol getirib. Düşünün ki, hər budaqda belə güllər var. Hər güldə bir heyva deməkdir. Bu da çox gözəl hissiyatdır. Hamı belə meyvə ağacları qapısında əksə, gözəl olar, qubamız yaşıllaşar. Əkiblər ki, yeyək, əkirik ki, yesinlər. Nuş olsun.